Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil ferecehum. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Esselamu aleyke ya Resulallah. Esselamu aleyke ya Nebiyyallah. Esselamu aleyke ya Muhammed ibn Abdullah. Esselamu aleyke ya Hatemen Nebiyyin. Eşhedü enneke qad bellagter risaleh ve aqamtes salah ve ataytez zekah ve emerte bil ma'ruf ve nehayte anil münker ve abadtallah muhlisen hatta atakel yakin. Fessalavatullahi aleyke ve rahmetuhu ve ala ehli beytike tahirin sallallahu aleyhi ve alihi ve sellem. Həzrət Peyğəmbərin bugün Peyğəmbərliyə seçildiyi gündür. Yəni Məbəs bayramıdır. Bütün müsəlmanları bu Məbəs bayramı münasibəti ilə təbrik edirəm. Allah Peyğəmbərimizin dünyada ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib eləsin. Allah bütün müsəlmanları qiyamətdə Peyğəmbərin Tövhid bayrağının altında cəm eləsin. Məbəs bildiyimiz kimi Peyğəmbərimizin Peyğəmbərliyə seçildiyi gündür. Bilir ki, Peyğəmbər Hirə mağarasında ibadət edərdi. Peyğəmbərliyə seçilmədən öncə o mağarada ibadət edərdi. Allahla razı niyaz edərdi. Və Peyğəmbər elə orada 40 yaşında ona Peyğəmbərlik verilir, risalət verilir. İlk vəhyi orada alır. Təbii ki, bu bəşəriyyətin bir xoşbəxtliyi deməkdir. Bəşəriyyət üçün yeni bir xoşbəxtlik qapısı açılır. Dəfələrlə demişik, səma ilə yerin rabitəsi qurulur Peyğəmbər vasitəsi ilə. Vəhiyə nə deməkdir? Yəni, vəhy artıq Allah biz insanlarla rabitəyə keçir. Mənası budur. Öz Rəbbimizdən mesaj alırıq. Və o mesajı gətirən şəxsin özdə dəyərli bir şəxs olmalıdır. Allah elə bir şəxsi özünə seçir ki, o layiqdir, o vəzifəyə layiqdir. Həm məqam cəhətdən ki, Peyğəmbərimizin məqamı böyükdür, mənəvi məqam böyükdür. Həm də Peyğəmbərimizin əsl nəsəbi, Peyğəmbərimizin cəmiyyət içərisində onun hörməti, onun insanlar arasında necə əmanətdar bir şəxs olduğu məlumdur. Belə bir şəxs vəhi ala bilər. Və Peyğəmbərə bu vəhy gəlməklə Peyğəmbərimiz öz canı bahasına da olsa, bu vəhi insanlara təbliğ etmək vəzifəsini öhdəsinə götürür. Baxmayaraq ki, bəziləri Peyğəmbərə qarşı çıxacaq, bunu bilirdi Peyğəmbər. Bəziləri Peyğəmbərə zülm edəcək, Peyğəmbərin yanında olanlara zülm edəcək və s. Amma Peyğəmbər bizim xoşbəxtliyimizi istəyib, öz canı bahasına da olsa buna razı olub. Bizi istədiyinə görə o çətinliyə qatlaşmağa razı olub Peyğəmbərimiz. Burada bir mesaj var, bir məsələ var. Peyğəmbərimizin gəlməsi ilə bağlı, Peyğəmbər seçilməsi ilə bağlı. Biz nə anlayırıq? Əlbəttə, bildik ictimai xoşbəxtliyi, cəmiyyətin xoşbəxtliyi, qiyamətə qədər elə bir proqram bizə verilir ki, o proqram vasitəsilə biz xoşbəxt olacaq və s. Bunların hamısını bilirik. Amma bir məsələ də var, Peyğəmbərimizdən biz bir dərs almalıyıq. Və bu video çəkilişdə belə bir, video çəkilişin adını belə qoymuşuq. Daxili mağara. Peyğəmbərimiz mağarada, Hirə mağarasında ibadət edib özünü o vəhyə hazırlayırdı. O mesaja hazırlayırdı. Peyğəmbər öz tutumunu böyüdürdü. Yəni, hər kəsə o vəhy nazil olsun, o vəhyi qəbul etsin mümkün deyil. Amma Peyğəmbərimiz onu qəbul etmək qüdrətində oldu, potensialında oldu. Bunlar hamısı Peyğəmbərimizin Allahla razı niyaz vasitəsi ilə gerçəkləşdi. Daxili mağara dedikdə bizim də bir özümüz üçün daxili mağaramız var. Yəni Hirə mağarası yalnız bir zahirdə mağara deyildi.
Peyğəmbər orada nə edirdi? O bir sükut, təfəkkür və ilahi nurun eniş yeri idi. Biz də qəlbimizdə bir sükut etməliyik, təfəkkür etməliyik ki, ilahi nur bizim qəlbimizə insin. Zaten Peyğəmbərə enib, amma Peyğəmbərə enən o ilahi nur ki var, qəlbimizdə bir mağara qurmalıyıq ki, qəlbimiz təfəkkür etməli ki, ibadətdir özdə. Yəni təkcə zahirdə namaz qılmaq, oruç tutmaq bununla deyil də, insan qəlbində ibadəti düzəltməlidir, qəlbi təfəkkür etməlidir, qəlbini pak saxlamalıdır ki, Peyğəmbərə nazil olan o nur, Peyğəmbərə nazil olan o mesaj ki var, müqəddəs Qurani Kərimdir, qəlbimiz onu qəbul edə bilsin. Özümüz üçün qəlbimizdə bir mağara qurmalıyıq, daxili mağaramız var. Hər insanın daxili mağarası var. Dəfələrlə demişik, Quran ayəsi nədir? Ya əyyuhəllədinə amenu aminu billah. Ey iman gətirənlər, iman gətirin. Yəni, ey ağılla iman gətirənlər. Qəlbinizdəki o mağaranı işə salın. Bir qəlbinizdə təfəkkür edin. Bizim qəlbimiz, hər birimiz üçün qəlbimiz bir hirə mağarasıdır. Necə ki, Allah Quranda ayədə buyurur, maraqlı ayələr var. Düzdür, ayə birbaşa deməsə də, amma ayədən bunu çıxarış etmək olur. Quranda buyurur ki, Allah وَتَوَكَّلَ عَلَى اللّٰهِ وَكَفَ بِاللّٰهِ وَكِيلًا. Buyurur ki, Allah təvəkkül et. Allah vəkil olmağa kifayətdir. Yəni, bugün bizim başımızı hər bir şey qatır. İşdir, güzdür, insanlardır. Bu çoxluq, kəsrət bizim zehnimizi qatır, qəlbə yönəlmir, qəlbimizdə olan o mağaraya baş vurmağa maniyə olur. Allah deyir ki, Allaha təvəkkül et. Allah sənə kifayətdir. Yəni, hər şeyin artıq sən buraxmalısan. Hər şey buraxmağın mənası da o demək deyil, mən çəkilib bir kənara getməliyəm. Bugün mümkün deyil, insanlar getsin hansısa bir mağarada, dağda ibadət etsin, çəkilsin bir kənara. Yox, biz ictimai bir varlığıq. Amma bizim tənhalığımız qəlbimizdə olmalıdır. Qəlbimizdə bir tənhalığa çəkilməliyik. Orada düşünməliyik, oyatmalıyıq qəlbimizi. Bu ayə sanki nəyə açıqlayır? Demək istəyir ki, biz hər bir insanı öz qəlbində yerləşdirdiyimiz nurla imtihan edirik. Allaha təvəkkül etməklə, Allaha yapışmaqla qəlbindəki o nur ki var, Allah yerləşdirib, onunla imtihan edir ki, görəsən sən nə qədər qəlbivə qaydacaqsan, nə qədər o qəlbindəki mağaranı işə salacaqsan. Hər birimizin içində bir yer var ki, dünyavi səs-küydən uzaq olmaq mümkün olur. O qəlb vasitəsilə, o mağara vasitəsilə. Yalnız Allahın nuruna açıq olan bir mağaradır qəlbimiz, qəlbimizdəki mağara. Hirə mağarasında Peyğəmbərimiz neynirdi? Peyğəmbərimiz özünü təklikdə tapdı. Peyğəmbərimiz öz Peyğəmbərliyini Hirə mağarasında tapdı. Sanki buna oxşuyur ki, simvolik desək, Peyğəmbərə ki, Hirə mağarasında Peyğəmbərlik aşkar oldu ki, o artıq Peyğəmbərdir. Peyğəmbər onu o Hirə mağarasında tapdı. Təklikdə tapdı. Biz də öz qəlbimizə müraciət etməklə, qəlbimizdə, daxilimizdə olan o Hirə mağarasında özümüzü düzəltməklə tapa bilərik. Mən kiməm? Nə üçün gəlmişəm bu dünyaya? O mənəvi məqamları, mərhələləri o zaman tapa bilərik. Bizim də qəlbimizə o nur nazil ola bilər. Və Peyğəmbərimiz ona görə də Hirə mağarasında özünü təklikdə tapdı. Allahın sözünü o Hirə mağarasında aldı və insanlığa haqq yolunu göstərdi. Və biz də nə edə bilərik? Allahın sözünü daxilimizdəki mağarada tapa bilərik. Orada qalmaq lazım. Bir insan baş vura. İnsan gün ərzində buna əxlaq, əməli əxlaqda üzlə deyərlər, inziva. Yəni insan qəlbində bir inzivaya çəkilməlidir, bir düşünməlidir. Təkliyə çəkilməlidir ki, mən kiməm? Bu sualın cavabını axtarmalıdır. Başa düşməli ki, mən bu dünyaya elə-belə gəlməmişəm. Mən başqa bir məqam üçün gəlmişəm. Mən Rəbbimi tapmaq üçün gəlmişəm. Biz nə etməliyik? Biz qəlbimizdəki Hirə mağarasını təmizləməliyik. Necə ki, Peyğəmbər o Hirə mağarasında ibadətlə məşğul olaraq öz qəlbini pak saxladı. Biz də qəlbimizi təmizləməliyik ki, ilahi nurun enişinə icazə verək. Buyurur Allah,
yenə ayə deyəcəm. Allah Qurani-Kərimdə buyurur: "İnneməl mu'minuna ellezine iza zukirallah vecilet kulubuhum ve iza tuliyet aleyhim ayatuh zadethum imanen ve ala rabbihim yetevekkelun." Buyurur ki, möminlər o kəslərdir ki, Allah zikr olunanda, Allahın adı çəkiləndə onların qəlbi riqqətə gəlir, qəlbi titrəyir. Və Allahın ayələri onlara tilavət olanda onların imanları artır və onlar Rəblərinə təvəkkül edirlər. Nəyə çatdırmaq istəyir bu ayə bizə? Demək istəyir ki, sükut edən və Allahı zikr edənlərin qəlbləri sanki nurla dolur. O mağaramızda sükut edirik, Peyğəmbər mağarada sükut edərdi, Peyğəmbər Allahı zikr edərdi və Peyğəmbərin qəlbindəki o nur üzə çıxdı. Biz də sükut etməklə, sükut etməyin mənası da o demək deyil, danışmayayım. Sükutun mənası budur ki, yəni daxilimizdə olan o daxilimizdəki pərakəndəlik var, o pərakəndəliyi aradan aparıb sakit olmalıyıq. Biz sakit olmalıyıq. Hər səsküyə qaçmamalıyıq. Bəzən bəla, çətinliklər elə səsküyü salır ki, biz qəlbimizdə olan o mağaradan uzaqlaşırıq. Mağaradan çıxırıq. Çıxırıq tez çölə, görürsən nə var, nə olub, nə baş verir, kimsə elə bil məni çağırdı. Amma Allah deyir ki, qayıt mağaraya, sükut et orada. Mən orada zikr elə. Qayıt qəlbinə, qəlbində məni zikr elə. O səsküylər səni yolundan azdırmasın. O səsküylər olacaq. Hünər buradadır ki, qəlbindəki, daxilimizdəki olan o mağaradan çölə çıxmayaq. Bəlanı elə orada qarşılayaq. Bəla gələndə deyək ki, inna lillah və inna ileyhi raciun. Biz Allahdan gəlmişik, onsuz da ona qayıdacaq. Allahdan gəlmişik, ona da qayıdacaq. Bax, bu müqəddəs gün, məbəs günü, Peyğəmbərimizin nəbiliyə, Peyğəmbərimizə risalət verildi. Bizə başa salır ki, bu gün nə deməkdir, hansı mesajı bizə ötürür? Peyğəmbər bizə bir nümunədirsə, Peyğəmbərin nümunə olaraq görürük ki, Peyğəmbər Hirə mağarasında ibadətlə məşğul olardı. Həqiqətləri ibadətlə, Allahı zikr etməklə əldə edərdi. Səsküy Peyğəmbəri özündən çıxarmazdı, səsküy Peyğəmbəri avara etməzdi. Peyğəmbər sakit olardı, sükut edərdi, aram olardı. Onu göstərir ki, Peyğəmbərə gələn o mesajları biz də qəlbimizi aram etməklə əldə edə bilərik o mesajı. Mesajın həqiqətlərini başa düşə bilərik, Quran ayələrini başa düşə bilərik, Allahın sözünü başa düşə bilərik. Qəlbimizlə bir məşğul olmalıyıq. O Hirə mağarasına daxil olub, qəlbimizə daxil olub, orada Allahı zikr etməliyik. Allaha ibadətlə məşğul olmalıyıq. Yəni, bu müqəddəs gündə biz qəlbimizi Hirə mağarası kimi açmalıyıq. Günah və ego səsküyünü çıxarmalıyıq qəlbimizdən. Səmimiyyət və mərhəməti qəlbimizə doldurmalıyıq. Haqq yoluna yönəlməliyik. Elə etməliyik ki, bu ilahi nur, Allahın o gözəllikləri, Allahın o mesajı ki, bizə gəlir, qəlbimizdə işıqlansın. Orada sükut olsun. Təfəkkür olsun, təfəkkür edək, səmimiyyətimiz olsun. Hər birimiz öz Hirə mağaramızı tapmalıyıq. Nə gözəldir, qəlbimizdə o Hirə mağarasını tapırıq. Hər birimizdə bu mağara var. Hünər budur ki, bəndəlik elə budur ki, hər bir kəs öz Hirə mağarasına daxil olsun. Ora Allahın işığını dəvət etməliyik. Ora Allahı dəvət etməliyik. İlahi, mənim də mağaram var. Mən səni qonaq dəvət edirəm. Gör, nə gözəl mağaram var. Pak, təmiz, dünyadan uzaq. Mən dünyadan qırılmışam və bu mağaradayam, səni zikr edirəm. Gəl, bax, gör sənin adların, əsmaların necə bu mağaranın içərisində yayılıb. Mənə lazım deyil bu mağaranın içərisində qızıl olsun, gümüş olsun, var dövlət olsun. Mənə lazım deyil. Mənə lazımdır ki, burada bir sən olasan, bir mən. Sənin adların olsun, səni zikr etmək olsun, bir də mən. Başqa heç nə. Mən başqa heç bir şey istəmirəm. O nur, Allahın nuru
bizi düz yola yönəltməlidir. Əgər ona baş vursaq, ruhumuzu dilsəldəcək. Necə ki, Peyğəmbərin ruhunu dilsəltdi. Peyğəmbərə qalib gələ bilmədilər. Peyğəmbər, nə qədər Peyğəmbərə var dövlət təklif etdilər ki, işindən əl çək. Əl çəkmədi, təbliğindən əl çəkmədi. Niyə? Çünki Peyğəmbər o mağaraya daxil olub. Hətta bunu qeyd edim ki, Peyğəmbərin o mağaraya daxil olması, Hirə mağarasına daxil olması təkcə o Hirə mağarasının zahiri forması deyil. Ora daxil olmanın mənası odur ki, həm də Peyğəmbər öz qəlbinə müraciət etmişdi. Hər şeydə qəlbi ilə addım atırdı. Adam var məsələn, tutaq ki, deyir ki, filan şey edərəm, amma qəlbi ilə demir. Qəlblə deyilsə, onda əminlik olar. Peyğəmbər əminliklə dedi ki, günəşi verirsəniz, ayı verirsəniz, təbliğimdən əl çəkməyəcəm. Çünki qəlbin sözü idi bu. Peyğəmbərin də özünə görə Hirə mağarası var idi. Daxili Hirə mağarası. Bununla biz həyatımıza mənəviyyat qatmalıyıq, mənəviyyat qata bilərik. Quranda buyurulur ki, Allah fəsbir alə mə yəqulunə və səbbih bihamdə rabbikə qablə tulu'iş şəms. Buyurur ki, onların dediklərinə səbirli ol. Sən Rəbbivi zikr elə, Rəbbivə həmd sənə de. Gün çıxmamışdan qabaq, Rəbbivə həmd sənə de. Yəni, demək istəyir ki, qəlbinə müraciət elə, Hirə mağarasında qal. Kimsə sözləri, səsküyləri səni oradan çıxarmasın. Bugün də mən də bu qəlbimlə qalmalıyam. Məni başqalara məşğul etməməlidir. Ona görə dinimiz qəlb məsələsinə çox önəm verir. Ağılla mən bir yerə çatıram, bəli çatıram. Ağılla düşünürəm ki, filan şey yaxşıdır, filan şey pisdir. Ağıl məni buna çatdıra bilər ki, yaxşı nədir, pis nədir? Nələr yaxşıdır, nələr pisdir? İndi bilmədiyim şeylərdə din gəlib deyəcək. Amma filan şey yaxşıdır deyəndə, görərsən mən onun həqiqətini dərk edərək yaxşı deyirəm. Filan şey yaxşıdır, bəs mən niyə yönəlmirəm o yaxşılığı etməyə? Yaxşılığı etmək qəlbən olmalıdır. İnsan öz qəlbini paklasa, ruhunu paklasa, o yaxşılığa yönəlib əməl edəcək. Əks halda ancaq yaxşılıqları ağlımızla dərk etsək, nə çox insanlar var, ağıllıdır, bilir nə yaxşıdır, nə pisdir, amma əməl yoxdur. Niyə? Çünki həmin o Hirə mağarasına çəkilməyib o. Ora çəkilib, ora baş vurub, Allahı zikr etmir. Orada Allah yoxdur. Yəni təfəkkür etmir. Yəni düşünmür, qəlbini riqqətə gətirmir. Ona görə Peyğəmbərimiz buyurur ki, İnnəmə bu'istu li utəmmimə məqariməl əxlaq. Buyurur ki, mən gözəl əxlaqı tamamlamaq üçün gəldim. Yəni, mənim bu'istu məbəs sözündən də, yəni mən ona görə seçildim ki, gözəl əxlaqı tamamlayayım. Nədir o gözəl əxlaq? Yəni, Peyğəmbərimiz demək istəyir ki, mən bunun üçün gəlmişəm ki, sanki mənası budur. Mən insanları, hər bir şəxsi öz Hirə mağarasına yönəldim. O da nə ilə olur? Gözəlliyi tamamlamaqla olur. Orada gözəllik tapırsan. Orada insan gözəlliyi dərk eləyir. Peyğəmbərimizin peyğəmbərliyə seçildiyi gün bax bu gündür. Və biz bu gündən bu mesajı çıxarmalıyıq ki, Peyğəmbərimiz əgər bizə nümunədirsə, Peyğəmbərimiz harda nəyə necə sahib oldu? O məqamları necə əldə etdi? Peyğəmbərimiz daim Allahla idi. Peyğəmbərimiz daim Allahla addım atardı. Peyğəmbərimiz özünü hazırlayanda, o məqamlara hazırlayanda, imtahanlara hazırlayanda neynədir Peyğəmbərimiz? O Hirə mağarasında özünü başladı, o mənəvi ruhiyyəsini, ruhani aləmini zənginləşdirməyə başladı Peyğəmbər. Və bugün bir mömin, bir müsəlman hansısa bir bəlaya dözə bilmirsə, əziyyət çəkirsə, ruhani əziyyət çəkirsə, bu ona görədir ki, bu şəxs, bu mömin ruhani daxilini zənginləşdirməyib. Yəni, o Hirə mağarasından istifadə etməyib. Qiyamətdə biz peşman olacaq ki, mən hara çata bildim, mən kim ola bilərdim, kim oldum. Yəni, mənə verilmiş o hər bir kəsə ki verilir, o Hirə mağarasından istifadə edə bilmədim. Qəlbimdəki o mağaradan istifadə edə bilmədim. Allah
Həzrət Peyğəmbər salavatullahın o mesajını dərk edənlərdən qərar versin bizi. Allah Peyğəmbər ki, gəldi, bizi xoşbəxt etdi, xoşbəxtlik yolunu göstərdi, bizim əziyyətimizi çəkdi, insanlar üçün fərqli-fərqli qapılar açıldı, xoşbəxtlik qapısı açıldı, səmaların qapısı açıldı ki, nə çox insanlar görür ki, Peyğəmbərlə tanış olmaqla tanış olur və xoşbəxt olur. Böyük məqamlar əldə edir. Bu bəşəriyyətin xoşbəxtliyi deməkdir. Bəşəriyyət üçün yeni bir qapı açılmış olur. Bəşəriyyət dərk eləyir ki, mən yalnız və yalnız maddi bir varlıq deyiləm. Mənim ruhani tərəfim də var. Cismani bir varlıq deyiləm. Mənim ruhani tərəfim də var. Məni maddi şeylər qane etmir. Maddi şeylərin, cismani şeylər özü müvəqqətidir. Mənim daxilimdə problem var. Mənə lazımdır ki, kimsə mənə o qəlbimdə olan, daxilimdə olan hirə mağarasını göstərsin. Peyğəmbər onu gəlir, göstərir. İnsanı öz mənəviyyatına, insanı öz ruhani, daxili aləminə yönəldir. Allah Peyğəmbərimizin vasitəsilə bizim o daxilimizi zənginləşdirir. Ona görə də bu məbəs günü bizim üçün böyük bir bayram sayılır, böyük bir bayram sayılmalıdır da. Allah Peyğəmbərimizin dünyada ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib eləsin. Allah o həzzətin nəzərin üzərimizdən əskik etməsin. Bir daha hər birinizin bayramını təbrik edirəm. Çox sağ olun ki, dinlədiniz, vaxtınızı aldım. Sağ olun, salamat qalın. Vəlhamdülillahi Rabbil aləmin.